Salam dəyərli izləyicilər. Baku Jobsazın İşdən Söhbət podkastının növbəti buraxılışı ilə qarşınızdayıq. Bugün bizim qonağımız HR sahəsində fəaliyyət göstərən, çoxumuzun tanıdığı Fəzilə Əsgərovadır. Salam Fəzilə xanım. Salam. Necəsiniz? Sağ olun, çox sağ olun. Xoş gəlmisiniz. İlk növbədə təklifimizi qəbul edib bizim proqrama qoşulduğunuz üçün təşəkkür edirəm sizə. Bugün sizinlə müzakirəmiz işə qəbul mövzusunda olacaq. Mövzumuzun adı işə götürən nə istəyir formasında təyin etmək istədim. Ancaq mövzumuza keçid etməmişdən öncə mən istəyərdim ki, bizim ənənəvi sualımızla başlayaq ki, Fəzilə Əsgərova kimdir? Özünüz haqqında bir qısa formada məlumat verərdiniz ki, izləyicilərimiz də sizi ətraflı tanısın. Bir daha salam, təşəkkür edirəm dəvətinizə görə. Fəzilə Əsgərova öz karyerasına sinxron tərcüməçi kimi başlayan və həmin dövrdə top 3-də olan yeganə qadın sinxron tərcüməçi Fəzilə Əsgərova bu gün artıq 28 ilə yaxın insan resurslarının idarə olunmasında peşəkar təcrübəsi olan bir şəxsdir. Və keçən ildən də bir kitab müəllifidir. Uğur psixologiyası kitabının müəllifidir. Eyni zamanda 2005-ci ildən bu günə müxtəlif biznes təlimlərini aparıram. Həm liderlik mövzusunda emosional zəka, insan resurslarının idarə olunmasının bir sıra modullarını həyata keçirirəm. İnsan resurslarının transformasiyası layihələrində mentor qismində bir sıra layihələrim vardır. Sizinlə bu mövzunu təyin etdikdə mən düşündüm ki, sizinlə xatırlayırsınızsa bir işə qəbul təcrübəmiz də olmuşdu. İşə qəbul sahəsində əməkdaşlığımız olmuşdu sizin əvvəlki çalışdığınız şirkətdə. Və düşündüm ki, işə götürən nə istəyir mövzusunu seçməkdə biz əsas işə qəbul təcrübələrinizi bizimlə bölüşəsiniz. Namizədlərin seçim prosesləri necə olur? Həm də bizim əsas bilirsiniz, əsas biznesimizdə Baku Jobsaz sırf iş elanları, işə götürmə prosesləri ilə məşğuldur və burada biz izləyicilərimizə və bizim əsas auditoriyamız olan şəxsləri çatdırmaq istəyirik ki, namizədlər nəyə diqqət etməlidirlər, müsahibə zamanı əsas necə hazırlaşılmalı, müsahibəyə nələrə diqqət olunmalıdır, bunları diqqətə çatdırmaq istədim. Tamam. Gəlin ilk sualla başlayaq. Namizəd seçimi ilə bağlı, namizəd seçimində ilk növbədə təsir edən faktorlar var ki, müsahibəyə gəlməmişdən öncə namizəd ilkin seçim mərhələsindən keçir. Bu faktorlar hansı faktorlardır? Namizədin seçimini təsir edən faktorlar hansılardır? Ümumiyyətlə işə götürən hansısa vakansiyanın doldurulması prosesində insan resursları peşəkarı tərəfindən ilkin screening, bildiyimiz screening prosesi vardır ki, burada vakant vəzifənin həyata keçirilməsi, yəni onun vəzifə öhdəliklərinin həyata keçirilməsi üçün bəlli minimum tələblər vardır ki, screening prosesində ilkin olaraq həmin o tələblərin bu namizəddə olub-olmaması yoxlanılır. Və sözsüz ki, vakant vəzifənin hansı sektorda olması önəm daşıyır. Çünki bir çox işə götürənlər hansısa vakant rolu namizədlərini axtarışında çalışırlar ki, eyni sektordan olsun. Bunun da bir izahı var. Adaptasiya prosesinin daha rahat olsun, az ağrılı və qısa müddətli olmasına çalışırlar. Praktikliyə üstünlük verirlər. Və yalnız bundan sonra ilkin müsahibə üçün shortlist olunmuş namizədlər artıq olur. Hansını ki, işə götürənin diqqətinə təqdim edir. Təhsil bəs nə dərəcədə önəmlidir? Son dövrdə belə deyim, yəni başqa bir ölkələrə də baxdıqda, yəni təhsilin önəmi o qədər əhəmiyyətli deyil ki, nəinki təcrübənin, digər xarici ölkələrdə biz baxarıq. Məsələn, IT sahəsində tarix oxuyan şəxs məsələn işləyə bilər. Ancaq bizim ölkədə mən özüm də işə qəbul sahəsində uzun müddət çalışmışam. Bu sahə mənim özümə də doğma bir sahədir. Tamam. Və burada namizəd seçiminə çox təsir edən faktor kimi idi. Yenə də o qalırmı aktuallığı həmin mövzunun? Açığı Azərbaycanın əmək bazarında xüsusilə də bu təhsil istiqamətində seçim zamanı nə qədər namizədin həmin o vakant vəzifədə tələb olunan istiqamətdə nəzəri biliklərinin olması tələbi üstünlük təşkil edə bilər, lakin bu gün seçim kriteriyası deyil. Nəzəri bilik təkcə təhsil müddətində də alınır? Yəni universitetdə oxuduğum vaxtda mı əldə edilir? Bilirsiniz, bir 15 il bundan öncəyə baxsaq biz görərik ki, işə götürənlər çalışırlar ki, həmin o sahənin uyğun təhsili olan şəxsləri cəlb etsinlər. Amma bu gün akademik imkanlardan əlavə kifayət qədər xüsusi sertifikasiyalı kurslar vardır ki, məsəl üçün mən tələbə olmazdan öncə seçimimi
bəlkə də düzgün etməmişdim və bu gün mənə maraq doğuran istiqamətdə getmək istəyirəm və daha çox motivasiyalıyam ki, onu öyrənim. Ona görə işə götürən də artıq onun ilkin təhsilinin nə olduğuna deyil də marağının harda olduğuna ki, bu daha uzun müddətli xarakter daşıyacaq. Ona görə hər zaman misal üçün ABC sektorunda tələb olunan ixtisasa seçim zamanı belə onun təhsilinin o istiqamətdə olmadığı namizədlər arasında da seçimlər edilir. Ancaq burada maraqlı bir şey ondadır ki, həmin dövrlərdə birisi deyiz 10-15 il əvvəl. 10-15 il əvvəl bizim təhsil səviyyəmiz də o dərəcədə yaxşı deyildi ölkə olaraq və təhsil qurumlarında verilən təhsil həqiqətən də reallıqda əldə olmalı olan təhsili əks etdirirdimi? Formal xarakter daşıyırdı. Formal xarakter daşıyırdı, amma 15 il öncəyə getsək, bugünkü əmək bazarında olan namizədlər və onların bacarıqları ilə o zamanki bilik və bacarıqlar eyni səviyyədə olmadığına görə işə götürənin seçimi də o qədər çox deyildi. Yəni o mövcud olan namizədlər pulundan seçirdi həmin o namizədləri. Əldə olanlardan üzərindən. Bəs hansı vacibdir? Daha çox texniki biliklər yoxsa davranış? Düşünürəm ki, bu suala universal cavab yoxdur. Texniki bacarıqların vacib olduğu qədər bəzi şəxsi keyfiyyətlər də vacibdir. Sözsüz ki, vakant vəzifəyə bağlı bir məqamdır. Əgər güclü bir ixtisas vakansiyasıdırsa, onun texniki bacarıqları üstünlük təşkil edəcək. Lakin insan resursları, satış, idarə etmə kimi istiqamətlərdirsə, burada sözsüz ki, şəxsi keyfiyyətlər, emosional dayanıqlıq, idarə etmə bacarığı ön plana keçəcəkdir seçim zamanı. Korporativ mədəniyyət məsələsinə toxunmaq istəyirəm. Bu mövzu işə götürənlər üçün önəmlidir və mən özüm də işə qəbul mütəxəssisi olduğum vaxtda və namizədlərdə bizim şirkətin korporativ mədəniyyətinə uyğun ola biləcək adamlar axtarırdım. Yəni nə dərəcə önəmlidir? Doğrudan düz eləmişəm mən bunu. Korporativ mədəniyyət çox vacibdir, açığı. Və müsahibə zamanı müsahibəni aparan tərəflər çalışırlar ki, həmin o dəyərləri əks etdirən, daha çox nümayiş etdirən qısa zaman çərçivəsində olsa belə onu o namizədlərə üstünlük versinlər. Amma məsələ burasındadır ki, elə təşkilatlar ola bilər ki, onlarda korporativ mədəniyyət hələ özü transformasiya dövründədir və işə götürən hələ əmin deyil, dəyərlər nə olacaq, yekun dəyərlər və seçim bir qədər daha mürəkkəb olur. Və əgər əvvəllər, yəni yenə də lap geri dönsək bir 15-20 il bundan öncə işə götürən daha çox nəticə verəcək namizədlərə üstünlük verirdisə, bugün nəticə ilə birlikdə uzun müddətli əsasda şirkət dəyərləri ilə üst-üstə düşən dəyərləri bölüşən bir namizədlərə üstünlük verirlər. Çünki komandalar genişlənir. Komandalarda da bənzər dəyərləri bölüşən şəxslər daha yüksək nəticələr verirlər. Daha uğurlu olurlar. Bəs elə bir əməkdaşı götürüb korporativ mədəniyyətə inteqrasiya etdirmək necə? Yəni, bu hal mümkün deyil ki, rahata qaçır yoxsa amma? Yox, mümkündür, amma şəxsi keyfiyyətlərə bağlı bir məqamdır. Yəni biz niyə misal üçün texniki bacarıqları zəif olanları bəzən götürməyə meylli olur? Yetər ki, onun şəxsi keyfiyyətləri lazım səviyyədə olsun. Çünki texniki bacarıqları biz təlimlər vasitəsilə öyrədə bilərik. Amma insanın keyfiyyətlərini, xasiyyətini dəyişmək daha ağırlı və çətin prosesdir və düşünürəm ki, dəyərlər də şəxsi keyfiyyətlərə bağlı bir məqamlardır. Çevik olması, nə qədər komanda üzvü kimi komandaya dəstək ola bilən bir şəxs olması, idarə etdiyi, misal üçün strukturda komanda rəhbəridirsə, münaqişələrin idarə olunması, bacarıqlarının olması şəxsi keyfiyyətlərə bağlıdır. Ünsiyyət bacarıqları olmalıdır. Yəni ünsiyyət bacarığı olmayan şəxsin ünsiyyət bacarıqlarını siz korporativ mədəniyyət bunu tələb edir deyə necə inkişaf etdirə bilərsiniz? O ya var ya yoxdur. Razıyam, əlbəttə ünsiyyət bacarığı olmayan biri komandada çox uğurlu ola bilməz. Tamamilə doğrudur. Nə qədər texniki biliyi olsa da. Elədir. Komanda rəhbərləri üçün şəxsi keyfiyyət önəmlidir, yoxsa texniki bacarıq? Çünki elə rəhbərlər tanıyıram ki, texniki bilik demək olar ki, yoxdur, ancaq çox yaxşı idarə etmə bacarığı var həmin şəxslərin və həmin komanda uğurlu idarə edir. Bəs burada texniki bacarığın önəmliyi... Komanda rəhbərlərinin daha çox şəxsi keyfiyyətlərinin lazım səviyyədə olması, ünsiyyətçil olmaları şərtdir. Lakin əgər onlarda texniki bacarıqlar, biliklər lazım səviyyədə deyil rəhbər olaraq, o zaman digər şərt ondan ibarət ki, komandadakı üzvlər texniki cəhətdən güclü olmalıdırlar ki, həmin o balansı saxlaya bilsinlər. Güclü komanda yığmalıdır. Doğrudur.
Tamam. Screening məsələsini o zaman qoyduq kənara. Bir Aha. mərhələni deyək keçdi. Namizəd bu mərhələdən uğurla keçdisə, bir də CV hazırlanmasında sizin mən görmüşdüm ki, seminarlarınız da olmuşdu bu mövzuda düzgün CV hazırlanması. CV-ni namizəd necə hazırlamalıdır ki, rekruterin diqqətini çəksin? Bilirsiniz də bu gün CV əslində mən həmişə CV barədə danışanda erkən karyerasını quran peşəkarlara həmişə deyirəm ki, CV sizi müsahibəyə gətirib çıxaran bir sənətdir. Ondan o tərəfə sizdən asılıdır. Bizi nəyə bənzəyir? Mən CV-yə baxmışam, CV-ni bəyənmişəm. Bu konsertə aldığım bir biletə oxşayır. Konsertə gəlmişəm, amma müğənninin ifası mənim xoşuma gəlmədi. Çünki mən eşitmişdim ki, o canlı oxuyur, o isə fonoqramla oxudu və mənim gözləntilərimə cavab vermədi. Namizəd də elədir. Çox gözəl CV tərtib edə bilir, lakin biz müsahibə prosesi barədə danışanda həmişə deyirik ki, sizin işə götürənə xoş təəssürat yaratmanız üçün 7-8 saniyə vaxtınız var müsahibənin əvvəlində və erkən karyerasını qurmağa planlaşdıran şəxslər həmişə məni challenge edirlər ki, necə yəni 7-8 saniyə mən qapını açdım, oturdum və burada bitir və şərt deyil ki, sən nəsə deyəsən və mən səni qiymətləndirim. Müsahibədə sənin davranışların, o motivasiya səviyyən danışmadan da öz əksini nümayiş etdirmək mümkün olur və uzun müddət çox saylı namizədlərlə görüşən şəxslər də o psixologiyanı artıq bilirlər. İlk namizəd içəri gələn kimi tanıyırlar. Yəni CV-nin gözəl olması yaxşıdır, amma sən orada əks olunanları hələ sübuta yetirməlisən müsahibə ərzində. Yalan məlumat CV-də bəs necə şişirdilmək ümumiyyətlə qəbul edilmir. Qəbul edilmir. Dürüstlük ən gözəl siyasətdir deyərdim. Gəlin bu dürüstlük məsələsini biraz müsahibə tərəfə daşıyaq. Müsahibədə namizədlər nəyə diqqət eləməlidirlər? Müsahibəyə ümumiyyətlə necə hazırlaşmaq lazımdır? Çünki dürüstlük məsələsi müsahibədə də o nüansa toxunacağam indi mən. Yəni müsahibəyə hazırlanan namizəd sözsüz ki, ilk öncə gedəcəyi rola özünü təhlil etməlidir və əmin olmalıdır ki, həqiqətən də ən azı 80% o rola uyğun bir şəxsdir. İnsan öz-özünə yalan danışmaz da, yəni ki, ən azından. Və yalnız ondan sonra gedəcəyi işə götürən barədə, şirkət barədə kifayət qədər araşdırma aparmalıdır. Bunu ya onların internet saytı vasitəsilə etməlidir və yaxud da ki, bir insider məlumat olaraq. Mən şirkət haqqında məlumat bilirəm. Şirkət barədə məlumat aldığınızda siz daha rahat sizi maraqlandıran sualları verə bilərsiniz. Məsəl üçün, sizin şirkət barədə məlumatınız olmasa, siz müsahibənin sonunda bəs sizin bizə sualınız varmı sualına heç sualınız yoxdur deyə bilərsiniz və bu əslində işə götürən tərəfindən o qədər də xoş qəbul olunmur. Siz işə götürəni araşdırdığınızda, məsəl üçün hansısa bir məlumatı onların internet səhifəsindən tapmaq istədiyinizdə tapmadığınızda, o sualı işə götürənə ünvanlandığınızda, işə götürən də artıq bu kifayət qədər tədqiqat aparıb, mənimlə maraqlanıb, demək ki, bu rolda çox maraqlıdır. Sadəcə, yəni ki, iş axtarır, onun xətrinə gəlməyib müsahibə kimi bir təəssürat yaradır ki, o da öz növbəsində namizədin qiymətləndirməsinə öz müsbət təsirini göstərir. HR bəs hansı red flagllərə diqqət edir müsahibədə? Müsahibə aparan bir peşəkar olaraq mənə elə gəlir ki, siz də bilirsiniz, insan resursları rekruterların xüsusilə də çox tez-tez həyata keçirdiyi bir belə deyək də ruslar demiş trüklər var. Bir sualı fərqli formada bir neçə dəfə müsahibə gedişatında verirlər. Yəni ki, siz CV-nizi gözəl hazırlayıb onun içindəkiləri özünüz üçün öyrənib və eyni şəkildə onu təqdim edə bilərsiniz. Amma suallar təkrarlandığında bir qədər fərqli şəkildə siz tam dəqiq, həqiqi məlumatı vermədiyinizə görə siz fərqli cavablar verəcəksiniz. Və artıq bundan sonra əsas dilema başlayır. Çünki bundan sonra sizi daha çox ciddi və mürəkkəb suallara tutacaqlar ki, araşdırsınlar hansı həqiqət idi, hansı deyil. Bir HR olaraq sən burada dediniz, onun maraqlı gəldi. Başqa hansı HR trüklarını deyə bilərsiniz ki, izləyicilərimiz bilsinlər, öncədən hazırlıqlı olsunlar müsahibədə? Namizədlərə biz tez-tez elə suallar veririk ki, yəni sözsüz ki, onların tutacağı vəzifədən asılı olaraq, məsəl üçün tez-tez namizədlərin şikayət etdiyi bir məqam da vardır ki, heç vəzifəyə aid olmayan bir sual verdilər və bu bəzən
subyektiv məqsədlə verilir, bəzən obyektiv məqsədlə. Məsəl üçün mən rekruter olaraq qiymətləndirmək istəyirəm ki, bu insan nə qədər stresli situasiyalarda özünü itirmədən işləyə bilər və o zaman mövzuya aid olmayan sual verməklə onun özündən necə çıxıb və yaxud çıxıb çıxmamağını müəyyənləşdirirəm. Əgər o sona qədər tolerant olarsa və deməsə ki, məsəl üçün bizim bu müzakirəmizə və yaxud bu müsahibəyə nə aidiyyəti var, demək ki, kifayət qədər stresə müqaviməti normaldır. O şəxslər olur ki, məsəl üçün bu sualın müsahibəyə heç bir aidiyyəti yoxdur deyə reaksiya verirlər. Və əslində düz deyirlər, amma mən tamamilə başqa bir şeyi qiymətləndirirəm bu prosesdə. Bəzən elə olur ki, namizəd elə ilk dəqiqələrdə, o ilk 10 dəqiqə ərzində bizim gözləntilərimizə cavab vermir. Bəlkə də texniki baxımdan cavab verir, amma sırf o qeyd etdiyimiz korporativ mədəniyyət, davranış tərzi, səs tonu, narazılıq formatını hiss ediriksə, biz bu şəxsi təkbətək kiminləsə işlətməyəcəkdə, bu insan geniş, orta sayda bir komandada olacaq və biz bir kifayət qədər gözəl texniki bacarığı olan şəxsi cəlb etmək üçün komandada toksik şərait də yaratmaq istəmirik. Bu səbəbdə məsəl üçün biz ilkin dəqiqələrdə kolleqalarımız varsa və yaxud birbaşa rəhbərlər də bizimlə müsahibədədirsə, bir işarə ilə çalışırıq müsahibəni ilkin müddəti olan yarım saat deyil, daha qısa müddətdə yekunlaşdıraq. Bir də suallar var məsələn, standart suallar deyək ki, namizədlər tərəfindən bir mənalı qəbul olunmur. 5 il sonra özünü harda görürsən, üç müsbət cəhətin hansıdır kimi rekruterlar sualı verirlər namizədə. Sizcə verilməlidir, yoxsa verilməli deyil? Məncə verməlidir. Ancaq namizədlər bunu bir mənalı qəbul etmirlər. Bunun sirrini açaq. Nəyə görə bu tipli suallar verilir? Yenə də qayıdıram sizin bayaq verdiyiniz suala. Müsahibəyə hazırlaşmaq standart suallara cavab vermək deyil. Müsahibəyə yetərincə hazırlıqlı olmaq qeyri-standart suallara, həmin o sualı özünə verdiyində cavablandırılmasında çətinlik çəkdiyin suallara cavabları hazırlamaqdan ibarətdir. Və bu suallara da qeyd etdiyiniz o tipli suallar da biz müsbət, mənfi misal üçün soruşmuruq. Biz həmişə deyirik müsbət tərəfləriniz barədə məlumat verin və deyirik mənfi varsa onunla da bölüşə bilərsiniz. Seçimi sizə buraxırıq. Amma özünüzü 5 ildən sonra harda görürsünüz? Əslində mənim işlədiyim şirkətin bir siyasəti, strategiyası varsa, biz bilirik strategiya müddəti 3-5, bəzən 10 il ola bilər. Əgər elə uzaq görəndirsə işə götürən və mən bir işə götürən olaraq namizədin baxışı ilə öz strategiyamı uzlaşdırmaq istəyirəm. Və bu uzlaşdırma nəticəsində həmin o namizədin nə dərəcədə mənim strategiyama uyğun olub olmamasını qiymətləndirirəm. Bəzi hallarda bu sual bununla bağlı verilir. Elə ola bilər ki, misal üçün mənim bugün bir vakansiyam var və mən bu şəxsi bu vakansiya üçün nəzərdən keçirəm, amma bu vakansiyadan o tərəfə onun artımı olmayacaq və mən onu boşuna işə götürmək istəmirəm. Bilmək istəyirəm, bəlkə o çox cəld və dinamik bir artım gözləyir, gözləntisi yüksəkdir. Mən o gözləntini ona təqdim edə bilməyəcəmsə, niyə onu bugün işlədiyi yerdən edim? Yəni digər alternativ namizədə baxmaq daha məqsədə uyğundur. Doğrudur. Seçirik onları. Bir də bayaq dürüstlük məsələsinə biz toxunduq. Namizədlər biz praktikada çox rastlaşmışıq bununla. Namizədlər dürüst olmayıb, ancaq özünü sata bilən namizədlər var. HR üçün önəmli olan hansıdır? Dürüst namizəddirmi, yoxsa özünü sata bilən namizəddirmi? Çünki və o tipli insanların işə götürüldükdən sonra necə uğursuz olduqları halında rastlaşırıq və HR burada tez-tez rastlaşırıq onunla. Ancaq o da bir bacarıqdır əslində özünü sata bilmək. Yəni fərq nədir? Hansı daha önəmli? Hər ikisi vacibdir, biri risklidir. Bu balansı necə qorumalıdır o arasında? Mən misal üçün əgər satışa namizəd axtarıramsa, onu özünü təqdim etməsi mənim üçün həqiqətən də həlledici bir qiymət olacaq. Və insan əgər məhsulu elə yetərincə gözəl təsvir edib sata bilirsə, düşünmürəm ki, o sonra real xidməti və yaxud ki, məhsulu sata bilməsin. Ancaq dürüst deyilsə, bəs işində... Yəni peşəkar işə götürən və yaxud da o olmasa belə onun yanında oturan birbaşa rəhbər o sahənin insanı olduğuna görə kifayət qədər davamlı suallar verəcək araşdırmaq məqsədi ilə. Amma özünü təqdim etmək çox vacibdir. Misal üçün mən sıravi işçi götürürəmsə, lakin bu mərhələdə o gözəl özünü təqdim edirsə, mənim onunla bağlı karyera planlarım uzun müddətli əsasda
maraqlı olarsa mən o məndə maraq yaradacaqdır. Amma misal üçün mən back office bir işçi götürürəmsə və orada ünsiyyət bacarığı prioritet təşkil etmirsə, onun başını aşağı salıb oturmaq əvəzinə bütün gün ərzində komanda üzvləri ilə söhbət edib onları yayındırmaq kimi bir şərait yaradacağından düşünürəmsə, sözsüz ki, bu da öz qiymətləndirmədə öz əksini tapır. O ki, qaldı dürüstlüyə, mənə elə gəlir ki, dürüstlük vacib faktordur, amma onu da namizəd özü idarə etməyi bacarmalı. Hər şeyi demək özü də o qədər də xoş bir hal deyil. İşə götürən üçün yaxşıdır, çünki onun əsasında manipulyasiya edə biləcək və qərar verə biləcək. Amma namizəd marağı baxımından mənə elə gəlir ki, diqqətli olmaq şərtdir. Dürüstlükdə mənim yadıma bir namizəd düşdü. Təcrübəmizdə yaşamışdıq. Namizəd referral bir kandidat idi və onunla görüşə biz çağırdığı namizəddən soruşmuşdu ki, bu vakansiyaya maraq hardan yarandı? Namizəd cavab vermişdi ki, mən marağım yaranmadı ki, siz məni çağırdınız. Əslində adam dürüst olaraq deyib bunu, ancaq o dürüstlük onun xeyrinə deyil, əksinə işləyən bir dürüstlükdür. Sizin, mənim yadımda qalan namizəddən danışdıq. Sizin yadınızda qalan namizəd kim olub? Ən yadınızda qalan namizəd və niyə görə yadınızda qalıb? Açıq namizədlər çox olub və indi yadıma gələn bir namizəd sizin o sualınızla da bağlı oldu. Siz bizim söhbətimiz əvvəlində bir qeyd etdiniz. Siz dediniz ki, bugün misal üçün texniki bacarıqları yəni təhsil istiqamətində olmayan bir ixtisas üçün müraciət edən namizədlər var. Nə qədər işə götürən maraqlıdır onları müsbət qiymətləndirilməsində. Mənim yadımda qalan namizədlərdən biri məhz elə bir xanım namizəd idi. Müsahibə bizdə normal keçdi. Bizdə insan resurslarına başlanğıc səviyyədə bir kiçik mütəxəssis lazım idi və biz xanım namizədlərlə görüşürdük və ümumiyyətlə bu vəzifəyə xanım namizədlər nədənsə müraciət eləmişdi. Və müsahibədə demək olar ki, bir 5-6 namizədin 5-i də çox uyğun idi, amma seçimi birinin üzərində etməli idi sözsüz ki, buna görə biz tipik bir sual verirdik ki, bizdə 5 namizəd var, 5-i də bənzər cavablar verib, amma biz bir nəfəri götürə bilərik, niyə məhz sizi götürməliyik? Halbuki sual özü-özündə bir qədər qəribədir, çünki o namizədin o bir namizədlərdən xəbəri yoxdur. Necə bilə bilər ki, yəni ki, hansı keyfiyyət onlarda var və yaxud bunda var, onlarda yoxdur. Və o xanım bizə demişdi ki, mən onsuz da bilirəm ki, siz məni götürməyəcəksiniz. Çünki mən memarlığı bitirmişəm və inanmayacaqsınız, biz məhz onun o cavabına görə biz o xanımı götürdük. Mənə gəlir ki, bəzən ümid yeri deməzdim, amma şans vermək çox mühümdür və bu söhbət 15, bəlkə də 20 ilin söhbəti. O xanım bugün, mən o zamanlar bank sektorunda işləyirdim, bugün qabaqcıl bankların birində insan resursları strukturunda rəhbər vəzifə. Yəni ki, ixtisas önəmlidir, sözsüz ki, amma biz onu seçərkən biz onun şəxsi keyfiyyətlərinə fikir verdik. Və onun verdiyi, onun qeyd etdiyi o şərh bizi bir qədər düşündürdü deyən, biz istədik ki, ona həmin o şansı təqdim edək. Siz dediniz, mənim xatirimə bir namizədi xatırlatdı. Bayaqki dürüstlük məsələsində burada toxunacağam. Bir namizəd var idi, mənim əvvəl işlədiyim bir qurumda və bu namizəd davamlı olaraq müsahibələrə gəlirdi. Namizəd dürüst namizəd deyildi. Və hər səfərində bunun nədəsə yalan dediyini mən tuturdum ki, nəsə yalan deyir və hər səfərində bu namizəd kəsilirdi. Hər səfərində fərqli vakansiyalara müraciət edirdi. Və fərqli vakansiyalara müraciət edirdi, ancaq hər birində də tələblər yox idi, iş təcrübəsi olmayan, aşağı dərəcəli, aşağı kvalifikasiyalı vakansiyalara müraciət edirdi və uyğun olurdu, keçirdi, namizəd gəlirdi. Ancaq bu namizəd yalan dediyini tutur, ancaq nə yalan deyirdi onu tuta bilmirdi ki, nədədir bunun yalanı. Bu namizədin əzminə görə biz onu götürdük və həmin namizəd biz həmin vaxtı müsahibəni bir mərkəz yer olaraq Salyan seçmişdik. Bu adam hər səfərində Astaradan Salyana gəlirdi vakansiya üçün. O qədər əzmkar biri idi. Hazırda işi də var idi, ancaq bu qurumda işləmək çox istəyirdi. Dürüst demədik ki, axırda bunun müsahibədə biz dedik ki, nəyi dürüst demirsən, bir de bilək də, yəni nədir o işində sənin problemin ol. Doğrudan səbəbini dedi, adam nəyə görə çıxarıldığını dedi, işdən qovulubmuş həmin adam vaxtı ikən. Və
o da əslində bir dürüstlüyüdü, sonra onu dedi. Düzdür, biz təkid eləyəndən sonra dedi. O əzminə görə o namizədi götürmüşdü və sonra onun bizə rəhbəri geri dönüş elədi ki, çox işləyən bir adamdır falan. Düzdür, fərqli kateqoriyalı bir peşəyə götürülmüşdü. Çox işləyən bir adam, o zəhmətkeş bir adam olduğunu eşitdik onu və özümüzü sonra çox belə xoşbəxt hiss elədik ki, doğrudan da düzgün namizədi doğru yerdə seçmişik. Açığı məni məyus edən məqam odur ki, insanlar bizdə o məsəl üçün mən qovulmuşamsa demək ki, mütləq deyil ki, mən pis işləyirəm də. Bizdə o mədəniyyət yoxdur deyən insanlar yeni iş yerinə qiymətlənmə zamanı o şansı itirməsinlər deyə yalan demək məcburiyyətində olurlar. Halbuki məsəl üçün qlobalda, xaricdə, beynəlxalqda belə bir mədəniyyət yoxdur da. Yəni ki, bizdə hər işə götürənin subyektiv bir qiymətləndirməsi ola bilər. Yəni yeni rəhbərlik gələ bilər, özü ilə yeni komandasını gətirə bilər və sənin ya ixtisara sala bilər və ya səni sağollaşa bilər. Bu sən pis işçisən demək deyil. Amma nədənsə biz fikirləşirik ki, gedib növbəti işə götürənmə deyəndə ki, mən ixtisara düşmüşəm, bu mənim hansısa biliklərimə bir dəlalət edəcək. Yəni çox maraqlı bir dilemadır açığı. Yaxşı namizəd kimi qəbul dəyişmək də eləmirlər bilmir. onu. Yəni ki, zaman keçir, dəyişmir. amma dəyişməz qalır. Mən 10 il əvvəl məsələn rekrutmentda başlamışdım və bu gün də o düşüncə mən əminəm ki, dəyişməyib hələ də. Təəssüf ki. Əgər ixtisarla çıxıbsa və yaxud da rəhbəri nəsə düşünülmür ki, o rəhbər problemli adam olub. Bəli, bəli. Namizəddə problem olub, yəqin ki, onu götürmürük bunu. Mənim çəkdiyim o nümunə üzərindən eləyək deyək, bir namizəd bir neçə vakansiyaya təkrar müraciət edir. Sizin də praktikanızda yəqin ki, rastlaşmısınız elə namizədlərlə. Həmin tipli namizədlərlə bağlı necə fikirləşirsiniz? Əvvəlki vakansiyalara müraciətlərinin təsiri olurmu indiki vakansiya qiymətləndirilməsinə? Yəni əvvəl keçməyib deyək ki, təkrar bu adam yenə 5 aydan, 3 aydan sonra yenə müraciət edib. Əgər qiymətləndirməni birbaşa rəhbər edirsə, bəzən elə təşkilatlar vardır ki, orada birbaşa rəhbərlər insan resurslarının qiymətləndirilməsinə də üstünlük verirlər, dinləyirlər ən azından. Elə birbaşa rəhbərlər var ki, sadəcə öz mühakimələri əsasında o qiymətləndirməni və qərar verirlər namizədlə bağlı və bu vakansiyalar eyni təşkilat daxilində olduğuna görə bir birbaşa rəhbərin, o biri birbaşa rəhbərin idarə etmə üsulu, qiymətləndirmə formatı, yanaşması barədə məlumatı var və onun üzərinə misal üçün fərqli qərarlar verə bilər. O ki qaldı fərqli vakansiyalara müraciətdən bir eyni şirkət daxilində eyni bir namizədin. Burada mənə elə gəlir ki, daha çox onun CV-də qeyd etdikləri, misal üçün o bir il bundan öncə şirkətə müraciət edib keçməmişdirsə, hansısa bir səbəbdən, o səbəbi ona həmin o işə qəbul üzrə nümayəndə məlumatı vermişdirsə, o üzərində işləyib həmin onu nail olduğunu CV-sində göstəribsə, mənə elə gəlir ki, bu işə götürən üçün qiymətləndirmədə çox böyük rol oynayır. Yox, sadəcə bütün vakansiyalara müraciət edirsə, sözsüz ki, peşəkar olan müsahibəni aparan tərəf bunu hiss etməlidir suallar vasitəsilə. Namizədin CV-sində diqqətinizi çəkən məqamlar bəs nələrdir? Əgər təcrübəsiz namizəddən söhbət gedirsə, sözsüz ki, biz orada yalnız təhsilə və təhsili dövründə aktiv iştirak etdiyi layihələrə baxırıq və tələbə yeni məzun olubsa, sözsüz ki, onun LinkedIn profilinə də bəzən baxırıq, nə qədər connectionları var, hansı layihələrdə maraqlıdır, nə qədər vakansiyalara müraciət edir, kimlərlə, hansı şirkətlərlə connection var. Amma təcrübəli şəxslərdə sözsüz ki, nailiyyətlərə baxırıq daha çox, işlədiyi şirkətlər və sektora baxırıq və əsasən də onun işlədiyi müddətə baxırıq. Bəzən olur ki, çox güclü detalları, məlumatları var, bacarıqlarını əks etdirən CV-si var. Lakin hər şirkətdə bir il yarımdan çox işləməyib, hətta menecer vəzifəsində belə. Bu bəzən işə götürənlərdə sual yaradır. Məsəl üçün biz son işlədiyim bu işə qəbul agentliyində biz misal üçün o namizədləri potensial namizəd görmürdük və müştəri şirkətdə də namizədləri təqdim edəndə bu məqamları qeyd edirdik. Çünki onlar özü o halda CV-ni qaytarırlar ki, yox, bu adam hələ özünü tapmayıb deyə bir komment Nəticədə biz fərqli profillərdə işləməyi deyirsiniz, yoxsa fərqli şirkətlərdə? Fərqli şirkətlərdə. Əgər eyni şirkət daxilində keçidləri olubsa, bu müsbət qarşılanır. Çünki artıma doğru gedirsə. Bir şirkətdə işləyir, həmin şirkətin verə biləcəyi bir əmək haqqı var ki, yəni o kapasitini aşa bilməyəcək də heç vaxt. Və daha perspektivli şirkət tapır bu adam. Nəticədə hamı pula görə işləyir də o şirkət. 4 şirkətdə də eyni şey baş verə bilərmi ardıcıl olaraq? Daha yaxşı imkanlar çıxıb. Çox kiçik bir faizdir açığı belə mən düşünürəm ki, misal üçün, yəni sən rəhbər vəzifəsindəsənsə o prosesi aparmağa əvvəl motivasiyalı olmalısan, sonra
kommersiya hissəsinə. Tamam, əgər sən aşağı maaşa Sırf getmisənsə, rəhbərlər üçün onu menecer yazırsan, olaraq aha. da təcrübəli, yox, sadəcə mütəxəssis və ya baş mütəxəssissənsə, o halda sözsüz ki, Əlbəttə, yəqin orada ki, da daha yəqin ki, bir yaxşı limit təklif var da. gəlib, mən getmişəm də, yəni ki, və Orada da yəqin bunu ki, bir limit sual var. Ay vasitəsilə il ərzində 6-7 yer dəyişibsə da mənə 5-6 dəyişibsə. o ümumiyyətlə pis bir haldır Pis açığı. haldır. Amma Adam qərarsızdır. misal üçün bizdə ortalama şirkət olaraq biz həmişə qəbul edirik ki, ən azı 3 il bir yerdə qalsın. Yəni qalması yaxşı qiymətləndirilir. Və görürdüksə yox, namizəd qısa müddətlər qalıb, amma işlədiyi şirkətlər kifayət qədər güclü şirkətlərdir. Onda o sual verirdi ki, niyə bu şirkətdən bu qədər qaldınız, keçdiniz və sözsüz ki, namizədin dürüstlüyünə inanaraq dinləyir. Ancaq çox uzun müddət bir şirkətdə işləmək də yaxşı hal kimi qəbul olunmur. Əgər sən o şirkət daxilində fərqli strukturlarda işləmirsən və artım bucağı ilə getmisənsə, normaldır məncə. Yox, əgər sən eyni vəzifədə, eyni formatda işləməyə davam etmisənsə, bu heç siz demişkən loyallıqdan xəbər vermir. Əksinə, yəni sən passiv iş axtarışındasan və komfort zonunu sadəcə tərk etmək istəmirsən. Onu da yenə işə götürən tərəf sözsüz ki, həmin o müşahidəni edir və bəzən hətta o sual belə verir. Kimsə deyir ki, ailə vəziyyəti ilə bağlı misal üçün növbəti addım artım idi, amma o zaman fərqli misal üçün filialda olmalı idi və yaxud da regiona getməli idi. Bu ailə vəziyyətinə görə mümkün deyildi. Amma bir çox hallarda uzun müddətli misal üçün mənim bir şirkətdə əmək fəaliyyətim hardasa 8 ilə yaxın idi, amma mən həmin 8 il ərzində 5 fərqli vəzifələrdə və artım bucağı ilə getmişdim. Amma sikl olaraq, dövr olaraq adətən qlobal peşəkarlar üçün tövsiyə ondan ibarət ki, 5 ildən çox qalmayın. Çünki biznes sikli bəli, 5 ildən sonra bitir və siz təkrar gedirsiniz. Siz bəlkə də sizin şirkətə verəcəyiniz töhfə var, amma siz özünüz üçün heç nə əldə etmirsiniz də inkişaf baxımından. Gəl tövsiyələr hissəsinə keçək. Bizim podkastımızı həmişə tövsiyələrlə yekunlaşdırırıq. Siz gənclərə və yaxud da hazırda peşəkar fəaliyyətlə məşğul olan mütəxəssislərə, rəhbərlərə hansı tövsiyələrinizi bir HR rəhbər kimi siz verərdiniz? Sizin uğur psixologiyası kitabınızda da şəxsi keyfiyyətlərlə bağlı və uğurlu olmağın sirləri ilə bağlı yaxşı fikirlər yazılıb. Oradan tövsiyələrinizi, statlar da gətirə bilərsiniz. Mən həmişə gənclərə deyirəm ki, uğur əldə etmək üçün sən uğursuzluğu görməlisən və uğursuzluqdan demotivasiya olmalı deyilsən və iş axtarışda olan gənclərə, hətta kifayət qədər iş təcrübəsi olan peşəkarlara belə tövsiyəm ondan ibarət olacaq ki, siz iş müsahibəsinə bir hazırlaşma kimi baxın. Yəni uğursuzluğa uğradığınız halda belə oradan hansısa bir özünüz üçün dərs götürün ki, növbəti müsahibədə bunu etməyəsiniz. Hətta erkən karyerasını quran gənclərə, məzunlara mən həmişə deyirəm ki, təsvir edin ki, sizin misal üçün getmək istədiyiniz bir vakansiya var. O istiqamətdə siz CV-nizi də hazırlayırsınız, bəlli tədbirlərdə, layihələrdə, networkinglərdə olursunuz və müraciət də edirsiniz. Amma siz gənc olduğunuza görə, sizin müsahibə təcrübəniz olmadığına görə paralel şəkildə bənzər vakansiyalara da müraciət edib o müsahibələrdən bir praktika kimi, bir məşğələ kimi, bir hazırlıq mərhələsi kimi istifadə edin. Çünki yəni ki, mənə elə gəlir, hətta təcrübəli insanlar müsahibə gedəndə az da olsa o həyəcanı yaşayırlar, qalsın ki, gənclər. Uzun müddət müsahibələrdə olmamaq belə, mən məsələn uzun müddət arası müsahibəyə falan getmirdim. Bir ara fikirləşdim ki, özümdə görəsən nələr dəyişib, o boşluqları tutmaq lazımdır. O məncə hamıda var və yaşa, təcrübəyə, məsəl üçün biz həmişə masanın bu tərəfində olmuşuq. Əksər hallarda da, yəni ki, sözsüz gözümüzdə müsahibə getmişik işə düzəlmək üçün, amma hər zaman masanın bu tərəfində qərar verən tərəfdə olmuşuq, qiymətləndirən tərəf olmuşuq və bir psixoloji məqamları bilən şəxslər olaraq biz bilirik ki, masanın o tərəfində eyni hiss deyil və bəzən müsahibə aparılan şəxs ürəyində fikirləşir ki, bu müsahibə tez qurtarsaydı mən bu otaqdan çıxsaydım. Çünki yəqin ki, siz də müşahidə etmisiniz. Bəzən sizin sualınız varmı sualına? Onlar tələsik yox, hər şey aydındır. Halbuki sual vermək istədikləri sual var. Sadəcə o stressdən çıxmaq istəyirlər. Ona görə istənilən müsahibəni bir hazırlıq mərhələsi kimi qiymətləndirsinlər namizədlər məncə. Təşəkkürlər tövsiyələrinizə görə. Bir də işə qəbul proseslərinə bağlı biz danışdıq ki, 10 il əvvəl belə olub, 15 il əvvəl belə olub. Ancaq bunu gələcəyə bir fokuslu baxsaq,
gələcəyini necə gözləyirsiniz? Yəni, trendlər nə olacaq işə qəbul sahəsində? Məncə bugün işə götürənlərin bugün və bundan sonra bu daha çox büruzə verəcək özünü həm müsahibədə, həm biznes proseslərində, həm komandaların idarə olunmasında çeviklik ən yüksək qiymətləndirilən bir məqam olacaq. Dünən bu və yaxud digər kriteriyalara görə uyğun olmayan şəxs onda mövcud potensialı dəyişməyə hazır olduğu bir çeviklik nümayiş etdirməlidir. Bu halda daha şanslı ola bilər. Və çeviklik olduğu təqdirdə mənə elə gəlir ki, həm stresin səviyyəsi çox az olacaq, çünki yaşadığımız dünyada dəyişikliklər o qədər sürətlə baş verir ki, bəzən bugün axşam evə gəlib səhər işə getdiyimizdə tamamilə fərqli bir formatla rastlaşırıq, yeni bir yanaşma ilə rastlaşılır və biz insan olaraq sözsüz ki, həmin o yanaşmaya hazır olmağımız üçün çeviklik nümayiş etdirməmiz əsas şərtlərdən biridir. Başqa bir hansı meyar ola bilər? Belə baxaq məsələyə, təkcə bizim xoş olaraq qəbul etdiyimiz bir meyar deməyək və bizi narahat edən bir meyarda ki, yəni bu meyarın gələcək işə qəbul proseslərinə daxil olması bizim proseslərə bugün açığı əmək bazarına baxaraq mən bilirəm ki, bugün bazarda kifayət qədər bacarıqlı peşəkarlar vardır və onlar bugün iş axtarışındadılar və onlar nə edirlərsə həmin işi tapa bilmirlər. Eyni zamanda əmək bazarında, şirkətlərdə onun axtardığı iş yerlərində oturan şəxslərin onun bilik və bacarıqlarının yarısı qədər biliyin olmadığı hiss olunur. Mənə görə bu dilemadır açığı və biz dəfələrlə deyirik ki, beyin köçünün qarşısı alınmalıdır, amma insan ailəsini təmin etmək üçün bəzən misal üçün həmin o işi tapmadığında ölkəni tərk etmək məcburiyyətində qalır. Misal üçün o dilemanın mən həllini hələ tapa bilmirəm və həllini nədə görürsünüz sualına belə cavabım yoxdur. Çünki biz bilirik ki, bir çox şirkətlərin mövcud strategiyaları və işə qəbul prosesləri var da, yəni ki, kənardan biz həmin o namizədləri hətta bir recruitment agentliyi olaraq deyə bilmərik ki, hə, sizdə bu vakansiyalarda adamlar, bu vəzifələrdə adamlar var, amma bunlar onlardan güclüdür deyə bir şərh irəli sürə bilmərik. Amma bugün əmək bazarında kifayət qədər bacarıqlı insanlar var və müşahidələrdən biri ondan ibarətdir ki, biz bu yaxınlarda bir kolleqamla danışırdıq. Sanki postlara, vakansiyalar barədə elanlara baxanda məndə həmişə elə təəssürat yaranır ki, bugün insan resursları sahəsində işləyən şəxslərin sayı şirkətdəki işçi sayından bəzən balans olaraq keçir. Yəni mən bir şirkətdə dəfələrlə fərqli insan resursları istiqamətində vakansiyalar görürəm, lakin digər vəzifələr üçün vakansiyalar görmürəm. Ya onlar daxildən bağlanır ki, ola bilər. O zaman paralel bir sual ortaya çıxır. Yəni HR elə bir istiqamətdir ki, onun da daxildən bağlanması daha rahatdır. Çünki o insan artıq şirkətin mövcud dəyərlərini bilir və s. və ilaxır. Ona görə bu məndə bir qədər sual yaradır. Bunun qarşısını almaq üçün sözsüz ki, bir mərkəzləşdirilmiş bir strategiya olmalıdır. Hansını ki, yəqin ki, dövlət səviyyəsində işə götürənlərə təqdim etməlidir müvafiq strukturlar ki, həmin o standart və kriteriyalardan çıxış edərək seçim etsinlər. Təşəkkürlər Fəzilə xanım. Çox sağ olun. Bu yarım saat 40 dəqiqə ərzində sizinlə maraqlı müzakirəmiz oldu. Mənim özüm üçün də başda dediyim kimi çox maraqlı bir sahədir bu işə qəbul sahəsi və izləyicilərimiz üçün də əminəm ki, bu maraqlıdır. Çünki namizəd olaraq hər kəs ətrafımızda olan hamı bir namizəd tanısıdır, bir vəzifə tanısıdır, bir peşə üçün və orada olan o key pointlar var ki, onlar üçün maraqlıdır ki, mən nəyə görə müsahibədə uğursuz oldum. Hamı adətən uğuru özündə görür, ancaq uğursuzluğu özündə görmür və davamlı olaraq HR-ı günahlandırma kimi baxırlar bu prosesə və bu podkastımızda da mən o sualları açma yönümlü çalışdım ki, sizə suallar ünvanlayım. Siz də çox sağ olun ki, ətraflı cavablandırdınız. Buyurun. Təşəkkür edirəm təkrar iştirakınız çox üçün. Sağ olun. İzləyicilərimiz üçün də podkastımız əgər maraqlı oldusa, hər hansı bir suallarınız, rəyiniz və təklifləriniz varsa, şərh bölməsində qeyd edə bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirik.